San Fransiskoda baş verən bu qəza zamanı sürücü sükan arxasında yuxulayır və bir anda özünün də, sərnişinlərin də həyatı dəyişir. Bu əslində sadə bir qəza hekayəsi deyil. Bu müalicə edilməmiş nevroloji xəstəliyin nəticəsini göstərən bir videodur. Yuxusuzluq beyin üçün ciddi təhlükələr yarada bilir. Necə ki, spirtli içki qəbul etdiyi zaman insan beynində sürücülük kimi ciddi bir vəzifəni yerinə yetirməsi mümkünsüz hala gəlir və bununla bağlı bilirsiniz bir çoxları əslində cərimələr var və bütün bunlar insanın həm özünün, həm də başqalarının həyatını xilas etmək üçündür. İnsan 17 saat yuxusuz qaldığı zaman artıq beyində ön payda prefrontal korteks adlandırdığımız bölgədə zəifləmə yaranmağa başlayır. Bundan əlavə talamus bölgəsində stimullar gec ötürülməyə, insanın reaksiyaları 2-3 dəfə zəifləməyə başlayır. Bundan əlavə retikulyar aktivləşdirici sistemdə və çökmə yarandığına görə insanın artıq gündüzlər yuxu hücumlarına məruz qalması baş verir və məhz bu sürücüdə də bu baş verib. Və 17 deyil, 24 saat yuxusuzluq qaldıqda isə beyindəki dəyişikliklər daha ciddi olmağa başlayırlar. Ona görə yuxusuzluq sonrası sükan arxasında oturanlar bilməlidir ki, spirtli içki qəbul etdikdən sonra beyin hansı təhlükə ilə üzbəüz qala bilirsə, eyni durum bu halda da yarana bilir. Bu videomu çalışın, paylaşın, bir çox sürücü məlumatlansın, özlərinin və başqa sərnişinlərin də bəlkə həyatı xilas olacaq.